Gördük əziz izləyicilər, 23 oktyabr 2025-ci il gəldik. Ucar rayon Bəruşak kəndinin Vətən müharibəsi dövründə canından, qanından keçmiş qardaşlarımızın çəkişinə. Dəfələrlə Bəruşak kəndinin şəhidlərini çəkib ictimailəşdirsək də ki, bayrağı gör nə gündədir, bu bayraq uğrunda canlarından keçmiş qardaşlarımızın bayrağını var. Ucar rayon Bəruşak kəndinin bələdiyyəsinə dəfələrlə müraciət etsədək, heç belə deyək, loru dildə vecini almayıb. Baxın bayrağın gününə. Qoy şəhidimizin adını oxuyaq. 1-ci Qarabağ müharibəsinin şəhidi Güləliyev Ayaz Hökməloğlu. Bayrağın gününə bax. Bu şəhidimiz isə Əlhəsənov Adət Əlşirinoğlu. Baxın bayrağın gününə. Deyirlər ki, yalandan çəkiliş edirsiniz. Hətta buradan da üzümüzü tuturuq inşallah ki, şəhidlər xiyabanına. Görün bu aidiyyəti qurumlar hara baxır. Burada Ucar rayon Bəruşak kəndinin şəhidlər xiyabanı, Allah məkanlarını cənnət eləsin. Görürsünüz nə gözəl. Aralıdan baxanda gülün çiçəyin içində adam ürəyi açılır. Amma bu şəhidimizin plakatını görəndə isə adamın ürəyi qan ağlayır. 1-ci Qarabağ müharibəsinin itkin şəhidi Behbudov Əli Durmuşoğlu. Baxın, bayrağın gününə baxın. Əziz izləyicilər, gəldi şəhidlərimizin bayrağını çəkdik. Bax bu şəhidimizi için düşmüş qardaşımızı mən təxminən 5-6 gün bundan qabaq paylaşmışdım. Bugün özüm gəldim. İndi gedirik Bəruşakın gözəl mənzərələrini çəkməyə. Şəhidlər xiyabanından sonra gəldik mənzərəni çəkməyə. Yolun bir addımlığında baxın. Görün nə qəşəng sizə mənzərə göstərəcəm. Bəruşak kəndinin bələdiyyəsinin, yəni bax bu yolu gündə təxminən 10-15 dəfə keçib gəlir. Bu bir mənzərə. Hətta bundan qabaq bir